Mən Məcid müəllimə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Məcidi mən ilk dəfə bir dəfə seminar idi, elmi seminar idi. Orada çıxış eləmişdik, konfransda kəşf elədim özüm üçün. Sonra da biz də burada kitabxanada otururdu, mütəmadi belə söhbətlər eləyirdik. Onu da deyim ki, Məcidin məhz belə tövsiyəsi ilə biz Şərq Ülkəri Ədəbi Məclisini fakültəmizdə açdıq və bizim tələbələrimiz, istedadlı, ədəbiyyatı sevən, şeir yazan tələbələrimiz həmin məclisə üzv oldular və artıq deyəsən, görüşü keçirtmişik. Məcidin hər dəfə Məcidlə söhbətlər, Məcidin ümumiyyətlə sosial şəbəkədə paylaşımları belə bir bənzətmə yaradır məndə. Sanki Məcid özü klassik dönəmdən gəlib indiki dövrümüzə gəlib çıxıb və o dövrü bizə çatdırır. Bilirsiniz, indiki zəmanədəki hər şey çox bayağılaşıb. Ədəbiyyat çox bəsitləşib və Məcid kimi insanların varlığı ümid verir ki, bizim klassik ənənələrimizi sevən, yaşadan, öz dəyərli vaxtını, görün nə qədər vaxt ayırıb bir elmi seminar üçün bu qədər çalışan bir insan, görün boş vaxtını necə dəyərləndirir və mən buradan tələbələrimizi də tövsiyə eləmək istəyirəm ki, bizim zəngin klassik ədəbiyyatımıza bir nəzər salsınlar. Onu öyrənməyə, özləri üçün kəşf eləməyə çalışsınlar. Niyə görə bu çox önəmlidir? Bu ona görə önəmlidir ki, mən də bir ədəbiyyatçı olaraq çox zövq duydum. Hətta istəyərdim ki, poetik nümunələr daha çox olsun Türk ədəbiyyatından. Çünki özümə doğma olan insanların, ədiblərin adını duyduqca onların misraları gəldi hafizəmə. Klassik ədəbiyyatı niyə bilmək, sevmək lazımdır? Bax, əziz tələbələr, hal-hazırda sosial şəbəkələrdə qısa şeirlər, çox belə sadə, bəsit ifadələrlə yazılmış şeirlər populyarlıq qazanır və onları sevirsiniz, oxuyursunuz. Amma klassik ədəbiyyatla böyüyən və ədəbi zövqü klassik ədəbiyyatın üzərində qurulmuş bir insan heç vaxt o sadə, bəsit ədəbiyyatdan zövq duya bilmir. Məsələn, mən şəxsən özüm o qədər indi bestsellerlər çıxır, alırsan əlinə ki, bunu hamı oxuyur, belə vəcdə gəlirlər. Alırsan, oxumaq istəyirsən və o zövqü duya bilmirsən. Ədəbiyyat özü, poeziya özü həm də bizim ruhumuza bir zövq verən, bizi vəcdəyə gətirən, dar anlarımızda bizə həmdəm olan misralardır. Onları oxuduqca nə qədər orada dərin fəlsəfə var. Görün, biz hardan hara gəlib çıxmışıq. O cür ifadələr, yəni Türk ədəbiyyatında bayaq Rəcaizadə Mahmud Əkrəmin adını çəkdiniz, təlim ədəbiyyat. Rəcaizadə Mahmud Əkrəm özü klassik ədəbiyyatla yoğrulmuş bir sənətkar idi, amma elə bir dönəmdə yaşayırdı ki, Tənzimat dönəmidir, Sərvət Fünun dövrü idi, qərb ədəbiyyatının təsiri dönəmidir. Ona görə qərbi təbliğ edirdi və o təlim ədəbiyyatında da paralelliklər aparırdı. Rəcaizadə Mahmud Əkrəm də poeziyada gözəllik axtaran, gözəlliyə önəm verən bir sənətkar idi. Və sənət üçündürmü, sənət cəmiyyət üçündürmü? Fikri daim ədəbiyyatda olub. Məsələn, mənim şəxsən fikrimdir ki, sənət daha çox sənət üçündür, sənətdən anlayanlar üçündür və Məcid kimi insanlar, Məcid kimi ədəbiyyatı sevənlər məhz sənəti sevənlərdir. Sənətdən özü üçün çox götürənlərdir, çox dəyər götürənlərdir və ona görə də sənəti sevmək lazımdır. Sənətlə yoğrulmaq başqa şeydir, incəsənət başqa şeydir, poeziya başqa şeydir. Bəsit yaradılmış bir fikri sadəcə bəsit şəkildə ifadə etmək, bu başqadır. Amma bu da əlbəttə ki, hər insanın daxilindən gələn, onun belə deyək də, dünya görüşündən gələn bir şeydir. Elə insanlar var ki, onlar bəsitliyə doğru qaçır, elə insanlar var ki, bəsitliyə doğru getmirlər. Onları məhz bax bu qəliz ədəbiyyat maraqlandırır, onları inkişaf elətdirir. Ona görə də nə qədər indi bizə qəliz görünsə də, nə qədər Rəcaizadə kimi və onun tərəfdaşları kimi
ədəbiyyatçılar çalışırdılar yeni ədəbiyyata doğru getsinlər, amma bizim klassik ədəbiyyatımızın yeri tam başqadır. Bu şərq fəlsəfəsidir, bu şərq tarixidir, şərq mədəniyyətidir. Ona görə hamınıza tövsiyə edirəm. Bizim gəncliyimiz hamı üçün bu qəliz görünə bilər. Amma sadəliyə doğru getməyək. Gəlin elə qəlizlikdən başlayaq. Çünki qəlizlik insanı inkişaf elətdirir. Qəlizlik nə qədər qəliz görünsə də, nə qədər çətin olsa da, çətinə doğru getmək mənim zənnimcə insanın inkişafı üçün daha yaxşıdır. Sadəni seçməyin həyatınızda. Məcid müəllim, bir daha sizə təşəkkür edirəm. Mənə elə gəlir ki, ürəyiniz doludur. Hələ oturub fikirləşəcəksiniz ki, nələri də demək istirdim, demədim. Onun üçün biz sizin üçün hər dəfə imkan yaradacağıq. Qoy az toplansın, həmişə deyirəm. Kaş ki, indi ədəbiyyat sevərlər çox olaydılar. Dərsə də girəndə o tələbələrdə gözlərində o qığılcımı görməyəndə dərs demək mümkün deyil. Deyirəm, bu 2-3 nəfər olsun. Amma qüdrət kimi ədəbiyyatı sevənlər gəlsin, otursun bizim qarşımızda. Bəli, Əsgər kimi, yəni bir çoxlarının indi qüdrəti şəxsən şeirlərini oxuyuram, bilirəm, deyə bilirəm. Ona görə ədəbiyyatı sevin, öz fənninizi sevin, öz ixtisasınızı sevin, inkişaf edin. Məcid, bir daha təşəkkür edirəm. Uğurlar arzulayıram. İnşallah bizim ədəbi məclislərimiz hələ davam eləyəcək. Çox sağ olun, hamınıza da təşəkkür edirəm.